Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Bugünkü videomuz, mövzumuz Mürşid Yusuf oğlunun Mənzilət hədisi haqqında çəkdiyi videonun üzərində cavabımız olacaq. Əslində bu cavab deyil. Bu cavabdan da o tərəfədir, mənim düşüncəmcə. Çünki videonu izləyərək şahid olacaqsınız ki, Mürşid bəy elm tələbəsi və s. və ilaxır. Qurandan xəbəri yoxdur. Allahın bəxş etdiyi neymətləri tanımır. Çünki neymətlərin içində peyğəmbərlər var. Harun əleyhissalamı ümumən tanımır. Və bundan da betər biabırçılıqlar olacaq. Mən bu videonu çəkmək istəmirdim. Ciddən istəmirdim. Çünki bu mənim üçün artıq vaxtımın itkisi olacaq. Mən bu vaxtımı daha səmərəli, daha bərəkətli keçirdə bilərəm. Amma və lakin bu mənim sonuncu videom olacaq Mürşid bəy üçün. Yekunu burada vurmaq istəyirəm. İnşallah ki, Mürşid bəy də mənim bu videomu izləyər və öz qəlbində də Allahla rabitəsində danışar, düşünər, islah olar. Mən Mürşid bəyi Allaha, onun peyğəmbərinə, peyğəmbərin bəyan etdiyi Qur'ana və Şura 23-dəki qohumlarının məvəddəhə çağırıram. Əhl-i beytə itaətə çağırıram. Başqa da heç nə istəmirəm. Amma bilirəm ki, bu çox çətin olacaq. Çünki adam heç Quran bilmir nədir. İnşallah. Baxaq görək Mürşid Yusuf oğlu nələr danışır, nələr deyir inşallah. Başlanır. Və biz də deyirik ki, əgər sənə biz mücərrəd bir sual versək, soruşsaq ki, mən kənəl xalifətu bə'də Musa aleyhisselam. Musa aleyhisselamdan sonra xəlifə kim oldu? Musa əleyhissalamdan sonra xəlifə kim oldu? Aha. Fəsətucibuni qailən Yuşa aleyhisselam. Və sən belə deyərək mənə cavab verəcəksən ki, Yuşa, yəni Yuşa ibn Nun aleyhisselam Musa aleyhisselamdan sonra xəlifə oldu. Lakin Mürşid bəy, siz mənə deyirdiniz, sabah salamatçılıqdır. Həqiqətən tam ciddiyyətimlə həmən sualı sizə qaytaram ki, Mürşid bəy, salamatçılıqdır. Çünki Musa əleyhissalamdan sonra xəlifə olan Harun əleyhissalam olmuşdu. Buna dəlil olaraq Taha surəsinin 29-cu, 30-cu ayələridir. Çünki Taha surəsinin 29-cu ayəsində Allah Teala buyurur Musa əleyhissalamın dili ilə: "Və li vaziran min əhli." Musa dedi: "Mənə öz aləmdən bir köməkçi ver." Vaziran min əhli. Vəzir ver mənim əhlimdən. 30-cu ayəsində isə həmin şəxsin şəxsiyyəti məlum olur. Haruna əxi. Qardaşım Harun. 36-cı ayəsində isə Allah buyurur: Qalə qad utitə savləkə ya Musa. İstədin sənə verildi ey Musa. Hələ Musa əleyhissalam Taha 32-də nə deyir? Və əşrikhu fi əmri. Onu işimdə ortaq et. Harunu işimdə ortaq et. Mürşid bəy, ortaqlıq nə idi? Nə idi ortaqlıq? Buna yenə Quran cavab verir. Məryəm surəsinin 53-cü ayəsində Allah Teala buyurur: "Və vəhabnə ləhu min rahmətinə əxəhu Haruna nəbiyyə." Mürşid bəy, nəbi nə deməkdir?
Biz ona, yəni Musaya mərhəmətimizdən qardaşı Harunu da peyğəmbər olaraq bəxş etdik. Mürşid bəy. Haruna, Musaya mərhəmətimizdən qardaşı Harunu da peyğəmbər etdik. Yəni Quran oxumaq lazımdır məncə. Men huve Yuşa İbn Nun. Yuşa İbn Nun kimdir? Huve sahibi Musa aleyhisselam ve rafiku hicretihi. Ellezî zehebe ma'ahu للقاء الخضر عليه السلام كما بينت ذلك سورة الكهف وحكى ذلك المفسرون من أهل السنة ومن الشيعة الاثنى عشرية. Yuşa İbn Nun aleyhisselam Musa aleyhisselamın hicretinde, yani onun yolculuğunda, onun yanında yoldaşıydı. O yolculuk, o sefer ki onunla Hadir aleyhisselamla görüşmeye gitmişti ki bunu Ehl-i Sünnet ve Ehl-i Şia, yani 12 Ehl-i Şia kaynakları da bunu nəql etmişler ve bu da Kehf suresinde nəql edilen kıssanın üzerinde olan tefsirlerde beyan edilmiştir. Ve Ebu Bakr Siddiq radıyallahu anhu kâne kezalik sahibi Resulullah sallallahu aleyhi ve sellem ve rafika hicretihi. Ve Ebu Bakr Siddiq radıyallahu anh da bu şekilde Resulullah sallallahu aleyhi ve sellem hicret yolunda yoldaşıydı ve onun yanında olan dostuydu. الخلافة لم تحصل لهارون عليه السلام الذي تربطه بموسى عليه السلام رابطة النسب وإنما حصلت ليوشع عليه السلام صاحب موسى عليه السلام رفيق دربه. Musa aleyhisselamla olan bağlılığı sebebiyle Harun aleyhisselamın halifeliği hasıl olmamıştır. Hansı ki onun nesab bağı var, doğma kardeşidir. Bu halifelik, hilafet Yuşa İbn Nun'a nasip olmuştur. Hansı ki onun seferde, yolculuğunda yoldaşıydı, onun yakın dostuydu. Yəni Mürşid bəy Yuşa İbn Nunu Əbu Bəkirə müqayisə edir, nisbət verir. Niyə? Çünki ikisi də dağıd olub. Yəni biz Qur'ana nəzər saldıqda Kehf suresinin 60-cı ayəsində Allah Teala buyurur ki, bir zaman Musa yanındakı gənc dostuna və yaxud ki xidmətçisinə belə demişdir. Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun müddət sərf edənə qədər səfərimə davam edəcəyəm. Əhl-i Sünnə və Şiə təfsir alimləri bu gənci, bu xidmətçini Yuşa İbn Nun olaraq qeyd edirlər. Yəni Mürşid bəy bunu demək istəyir. Bundan Əbu Bəkiri bir tutaraq həm Yuşa İbn Nun'un səviyyəsini qaldırmaq istəyir, həm də ki Əbu Bəkiri. Amma Mürşid bəy Yuşa İbn Nun hara, Əbu Bəkir hara? Yuşa İbn Nun gənc idi, Əbu Bəkir qoca idi. Yuşa İbn Nun alim idi, Əbu Bəkir cahil idi. Yuşa İbn Nun uşaqlıqdan Musa aleyhisselam yanında elm öğrendi, alim oldu. Əbu Bəkir məlum məsələdir zaten, deməyə ehtiyac yoxdur. Nə bilim valla. Nə bilim. Görək başqa nə deyir Mürşid bəy hələ. İnşallah onlara nəzər salaq. Ve ihtilaf yoktur ki Harun aleyhisselam Musa aleyhisselam'dan önce vefat etmiştir. Ve ma kana halifeten ba'dahu. Ve ondan sonra da halife olmamıştır. Ve innema kana halifetu Yuşa ibn Nun. Halife olan ise yalnız ve yalnız Yuşa ibn Nun idi. Yəni adam dəlil gətirir ki, yəni gətirməyə çalışır hələ ki, Harun əleyhissalam Musa əleyhissalamın əvvəl dünyasını dəyişir. Ondan sonra isə Yuşa ibn Nun xəlifə olur və bunu indi videoda qoyacağam. Sonra deyir ki, peyğəmbər desəydi ki, ya Ali, sənə mənim nisbətin Yuşa ibn Nun'un Musa olan nisbətidir, onda biz qəbul edərdik ki, bu xəlifədir. Amma bunu demir. Bunu indi videosunu qoyacağam. Yuşa ibn Nun'un kimliyi təfsirlərdə bəllidir.
Ya Harun əleyhissalamın kimliyi isə Quranda bəllidir. Siz Quranla gedirsiniz mən bilən. Hədislə və s. və ilə axırın. Yəni Mürşid bəy, Harun əleyhissalamı tanımırsınız siz. Adam nəbi olub. Adam xəlifə olub. Toplum, qavm ona itaat etməyib. Niyə itaat etməyib? Niyə itaat etməyib? Çünki Harun əleyhissalam xəlifə olub deyə qövm ona itaat etməyib. Fikrimi izahləyə bilirəm də yəqin ki. Desəm ki, Mürşid bəy, sizə cəmaət niyə itaat etmir? Deyərsiniz ki, mən xəlifəyəm, mən prezident falanam ki, cəmaət mənə itaat etməsin. Etməsin. Amma Harun əleyhissalam niyə itaat etmədilər? Çünki Harun əleyhissalam xəlifə idi deyə itaat etmədilər. Sonradan az bir qövm dəstə itaat etdi. Əksəriyyəti azdı və s. və ilə axır. Nə bilim vallahi. خلافة لقال أنت مني بمنزلة يوشع من موسى. Eğer Nebi sallallahu aleyhi ve sellem bununla hilafeti qəsd etsəydi, o zaman deyərdi ki, sənin mənə görə mənzilən Yuşanın Musa'ya olan mənziləti kimidir. Yəni qədrxum deyildi, bəs etmədi. Vəsiyyətnamə oldu, bəs etmədi. Alimran 61 nazil oldu, bəs etmədi. Maidə 55 nazil oldu, bəs etmədi. Maidə 3 nazil oldu, bəs etmədi. Gələkdə Peyğəmbər bunu deyərdi. Malades. فلما لم يكن هذا دل على أنه لم يرد هذا. Ne de ki Nebi sallallahu aleyhi ve sellem bunu dememiştir. Bu da delalet edir ki Nebi aleyhissalatü vesselam bunu qəsd etmemiştir. Dəlalət edir, yoxsa bu sizin zənninizin məhsuludur, Mürşid bəy? Hansını götürək? Əgər mövzu budursa, Harun əleyhissalam xəlifə olub. Qurandan nas dəlildir. Quran oxuyun da. Quran oxuyun. Siz mənə yazıcı yer demişdiniz ki, Sabuhi, bu hansı Qurandır? Maidə surəsinin 3-cü ayəsindən xəta tutmuşdunuz, səhv tutmuşdunuz ki, Sabuhi hansı Qurandır? Təhrif olunmuş Qurandır? Yoxsa ki, imamındakı olan Qurandır? İndi mən sizə deyirəm, Harunun xəlifə olmamağı hansı Qurandadır? Sizin Qurandadır, yoxsa Ömərin yazmadığı Qurandadır? Kavmihi lemma kharaca ila munacati rabbih. Ve onun yani Nebi sallallahu aleyhi ve sellemin Ali radiyallahu anh'ın yani özünden sonra halife koyması onun olmadığı zamanda Medine'de ehlinin yanında yani onun yerine kalmasıydı. Ne de ki Harun aleyhisselam da Musa aleyhisselam Rabbi ile danışmaya giderken onun yerine halife olarak kalmıştı. Ve Harun aleyhisselam Mən deyirəm də, Quran təhrif olub, bizim xəbərimiz yoxdur. Mürşid bəy inşallah ki, orijinal Quranı bizə təqdim etdi. Yəni Əmirəl-Möminin əleyhissalam Peyğəmbərin əhli əyalının üzərində xəlifə idi. Necə ki Harun əleyhissalam xəlifə idi. Mürşid bəy, bu hansı Quran ayəsidir görəsən? Mən belə bir Quran ayəsini görməmişəm. Mənim oxuduğum Quranda Əraf surəsinin 142-ci ayəsində buyurur ki, və qalə Musa, həmən ayəyə nəzər salsaz, orada fi qavmi sözü keçir. Əhli sözü keçmir, fi qavmi sözü keçir. Yəni Musa qardaşı Haruna dedi ki, qövmün içində mənim yerimə keç. Qövm, Mürşid bəy, qövm, əhli əyal yox. O sizin Quran ayəsi hələ bəşəriyyətə məlum olmayıb. Yəni məni irad tuturdunuz, eyni irad sizə gəlir avtomatik olaraq. Yəni siz hansı Quran ayəsini oxuyursunuz? O Quran ayəsini bizə təqdim edin, baxaq görək. Qavm sözü əhli əyaldırsa, əhli sözü nə sözdür? Mənə o çatmır. Yəni siz niyə Quranı təhrif edirsiniz? Bu hərəkətin adı nədir? Siz vicdanınızdan cavab verərsiniz inşallah. Oldu mu? Yəni həqiqətən mənə çatmır. Möminin surəsinin 45 və 46-cı ayəsində Allah Teala buyurur ki, sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq dəlillə göndərdik Firavuna və onun əyallarına. Yəni Firavun və Firavunun əyalları
Musa əleyhissalamın əyalı idi ki, siz İmam əleyhissalama peyğəmbərin əyalların yanında olmasına Haruna nisbət verirsiniz? Mürşid bəy, siz mənə yazıca gəlir deyirdiniz, sabır, salamatçılıqdır. İndi o sözü mən sizə qaytaram. Mürşid Yusufoğlu, salamatçılıqdır. Harun Aleyhisselam da Musa Aleyhisselam'dan evvel vefat etmiştir. Ve buna göre de hiçbir zihinde yani sahih doğru olmaz ki Nebi sallallahu aleyhi ve sellem bununla onu yani bu makamda onu yani Ali radıyallahu anh ile mukayese etsin, ona benzetsin. Yəni sözüm yoxdur deyə susuram ha. Sözüm yoxdur deyə susuram. Adamın mənə gətirdiyi dəlilə bax. Musa əleyhissalamdan sonrakı xəlifə olan, nəbi olan, peyğəmbər olan, köməkçi olan Harun əleyhissalam Musa əleyhissalamdan daha tez dünyasını dəyişdiyinə görə bu dəlildir ki, Əli Əmirəl Mömin əleyhissalam xəlifə ola bilməzdir. Yəni mənzilət etsə buna dəlil deyil. Musa əleyhissalam Musa əleyhissalam nəbi idi. Nəbi ola daha sonra Harun əleyhissalam bir saniyə belə olsa nəbi olarsa, avtomatik olaraq Musa əleyhissalamdan sonrakı xəlifən nəbi Harun əleyhissalamdır. Yəni sizin bu yaşda bu qaydanı, bu qayda deyil, bu ibtidai sinif məsələsindən daha aşağı məsələdir. Bağça məsələsidir bu. Sonrakı şəxs, əvvəlki şəxs, gələcək, keçmiş, nə dildə danışım mən sizlə? Nə bilim vallahi. Yəni budur hazırlaşdığınız. Budur uzun bir 2-3 aydan sonra mənə gətirdiyiniz dəlil. Bu dəlildirsə vallahi sizin etiqadınızın necə güclü olduğunu indi hiss elədim mən dırnaq içində. Aleyhisselam siva zamanen yesiran inde zehabi Musa aleyhisselam ila Tur. Çünkü Harun aleyhisselam sadece kısa bir müddet içinde, kısa bir zaman kesiminde Musa aleyhisselam Rabbi ile danışmaya giderken onun yerine kalmıştı. Bax, yerinə qalmışdı deyir. Demirik xəlifə olmuşdu. Onu deməz. Çünki niyə xəlifə sözü çıxacaq ağzından? Onu deməz qətiyyən. Əsla. Sadəcə yerində qalmışdı, sadəcə. Amma Quran deyir ki, xəlifə idi. Quran deyir nəbi idi. Nəbi idi deyə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurdu ki, ya Ali, sən Harunun, mən isə Musa'nın nisbətiyəm. Amma məndən sonra nəbi gəlməyəcək. Niyə? Çünki Musa'dan sonra Harun nəbi idi. Sonra Mürşid bəyin performansına baxaq ki, sonra nə göstərişlər verir. وهو ما يتوافق بشكل واضح مع استخلاف النبي صلى الله عليه وسلم الإمام علي رضي الله عنه على أهله في المدينة للذهاب إلى تبوك. Bu da tamamen Nebi sallallahu aleyhi ve sellemin Tabuk'a giderken Ali radıyallahu anh'ın öz yerine koymasına muvafiktir. Məlum oldu. Harun əleyhissalam niyə xəlifə oldu demir. Çünki məcburiyyət qarşısında imama da elə deməlidir. Axı Harun əleyhissalam qövmündə xəlifə idi. İmam əleyhissalam amma əhli əyalında. Və qalə Musa əxihi Haruna xələfni fi qavmi. Mürşid bəy, qavmi. Harun əleyhissalam qövmündə nə idi? Nə idi qövmündə? Musa əleyhissalamın yerinə keçdi. Niyə Musa əleyhissalamın yerinə keçdi? Niyə? Səbəb nə idi? Və əşriqhu fi əmri. Taha surəsinin 32-ci ayəsi. Mürşid bəy. Və əşriqhu fi əmri. Onu, yəni Harunu işimdə ortaq et. Ortaq et. Nədə ortaq idi? Nədə ortaq idi? Musa əleyhissalam kim idi? Xəlifə idi, nəbi idi. Harun nədə ortaq idi?
Sadəcə sual verirəm sizə. Və məsələ bundadır ki, Taha surəsinin 36-cı ayəsində Allah buyurur ki, qalə qad utitə savləkə ya Musa. İstədiyin sənə verildi ey Musa. Musa əleyhissalam nə istəmişdi? Mürşid bəy, Musa əleyhissalam nə istəmişdi? Vəcəalli vazirən min əhli. Mənə öz ailəmdən bir köməkçi ver. Vazir ver, vazirən min əhli. Haruna əxi, qardaşım Haruna, Taha surəsinin 30-cu ayəsi. Mən bu məsələni çox geniş və daha da geniş izah edərəm. Sizin hər çıxışınızın 50 dəqiqəlik çıxış sərgiləmisiniz orada. Özünüzü rüsva etmisiniz təbii ki. 50 dəqiqənin içərisində hər 3 dəqiqənin danışığını mən müzakirə obyektinə çevirib Qur'anla, ibtidai məsələ ilə, ümum qayda ilə, təvatur dərəcəsində olan hədislərlə darmadağın edərəm. Zaten müəyyən qədərini də etdim. Mən sizə mənə cavab verməyinizi istədim Mürşid bəy. Özünüzü rüsvay etməyinizi istəmədim. Mən sizi Qur'ana ilk öncə dəvət edirəm. Siz hələ bir Qur'an oxuyun. Siz hələ nəbi nədir, qavm nədir, xəlifə nədir, vazir nədir? Bunları öyrənin. Onları öyrəndikdən sonra ola bilər sizin ərəb diliniz məndən daha zəngin, daha güclü olsun. Problem deyil. Ona qalsa Səudi Ərəbistanda ateistlər yaşayır. Onların da ərəb dili sizin ərəbinizdən qat-qat güclüdür. Məsələ bu deyil. Yenə deyirəm, çox danışaram, amma vaxt itkisidir mənim üçün. Çox heyfslənirəm, mən sizə vaxt ayırdım. Həqiqətən heyfslənirəm. Ki siz elm əhli deyib də elm əhli olmadınız. Yəni bu elm əhlinin verdiyi cavab deyil. Mənim sualım yenə cavabsız qaldı. Mənim sualıma cavabı sonuncu imam verəcək inşallah. Allah'ın izniyle. Sədəqallahu aliyul azim. Ələ lənətullahi ələl qövmə zalim. Mürşid bəy, rahat ola bilərsiniz. Bu mənim sizə sonuncu videom idi, sonuncu cavabım idi. Çünki mən bundan sonra sizə vaxt ayırmayacağım. Siz o səviyyədə deyilsiniz mənim üçün.